Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə Rasulina Muhammedin və alə alihi və sahbihi əcma'in. Rabbi şrahli sadri və yessirli əmri və ahlul uqdeten min lisani yefqahu qavli. Amma ba'du. Bugün Allah Azze və Celle nəsib edərsə, Saydul Xatir kitabından qaldığımız yerdən oxumağa davam edəcəyik. Və müəllif növbəti fəslə belə bir başlıq vermişdi. Min a'malikum sullita aleykum. Yəni, başınıza gələnlər və ya gətirilənlər öz əməllərinizdən dolayıdır. Müəllif bizə bu fəsildə bəzən insanların başına gələn bəlaların səbəbini, hardan qaynaqlandığını bilməməsini və buna da önəm verməməsini başa salmağa çalışır. Bəzən biz səbəbləri başqa yerlərdə axtarırıq, yaşadığımız müsibətləri, yaşadığımız bəlaları ətraf səbəblərdə axtarırıq. Amma halbuki unuduruq ki, bəzən də başımıza gələn müsibətlər öz əllərimizlə qazandıqlarımızdan dolayıdır. Müəllif buyurur ki, Xatarat li fikratun fīmə yecri alə kəsirin minəl aləmi minəl məsaibi şəridə vəl bələyəl azimə əlləti tətənəhə ilə nihayəti suubə. Müəllif deyir ki, yəni ağlıma belə bir fikir gəldi, hansı ki, o dünyada, yəni dünyanın əksəriyyətində baş verən bu şiddətli müsibətlər, bu böyük bəlalar barəsində, o bəlalar ki, çətinliyin zirvəsinə artıq çatmışdı. Yəni, ən pik həddə çatmışdı. Baxıram ətrafa və fikirləşirəm ki, bu qədər şiddətli bəlalar, bu qədər problemlər, bu qədər fitnələr və ya bu qədər xəstəliklər da artıq yəni, çətinliyin, şiddətin pik nöqtəsinə çatıb. Fəqultu və dedim ki, Subhanallah, innallaha əkramul əkramin vəl-kəram yucibul musaməhə. Və dedim ki, yəni, Allah Azze və Cəllə, Subhanallah, yəni Allah Subhanallah cömərtlərin ən cömərtidir. Və cömərtlik də bağışlamanı, keçməni gərəkdirən bir şeydir. Yəni, normalda belə olmalı. Alimlər Əbbon Allah ən cömərt olandır və cömərtlik də nəyi göstərir? Keçmək, bağışlamaq, yəni bizim də desək, altdan almağı gərəkdirən bir şeydir. Fəmə vəcu həzihil muaqabə. Bəs bu cəzalandırmanın səbəbi nədir? Nə yönlənir bu cəzalandırma? Məgər ki, Allah Azze və Cəllə bu cür kəlam sahibidir, bu cür cömərtdir, bu cür bağışlayandır, o zaman bu bəlalar niyədir? Və sonra müəllif buyurur ki, fətəfəkkərtu fəraytu kəsirən minən nəs fi vücudihim kəl-ədəm. Və bu barədə fikirləşdim və gördüm ki, insanların çoxu varlıqlarında da yox kimidirlər. Yəni, varlıqları ilə yoxluqları bilinmir. Nə demək istəyir? Lə yətəsəffəhunə ədillətəl vəhdəniyyə və lə yanzuruna fi əvamirilləhi təalə və nəvahihi bəl yəcruna alə adətihim kəl-bəhəim. Onlar deyir, Allah Azze və Cəllənin bu vahdaniyyəti, bu birliyinin dəlilləri barəsində heç düşünmürlər, heç bunu araşdırmırlar. Rəblərini öyrənmirlər, yəni oxumurlar. Və deyir, Allah Azze və Cəllənin əmir və qadağalarına da baxmırlar. Heç umurlarında da eləyir, yəni. Əksinə neynirlər? Heyvanlar kimi, yəni digər məxluqatlar kimi öz adətləri üzrə yaşamağa davam edirlər. Necə xoşdur, necə fitrətinə uyğundur, necə dədə-babadan görüb, bu cür yaşamağa davam edirlər. فإن وافق الشرع مرادهم وإلا فمعولهم على أغراضهم. Müəllif buyurur ki, əgər şəriət onların istəklərinə müvafiq olsa, problem yoxdur, qəbul edirlər. Əgər yox, onların istəklərinə müvafiq olmasa, o zaman artıq onu öz istəklərinə uyğun dəyişdirməyə, təvil etməyə başlayırlar. Yəni, bu sifət eynən bizə Bəni İsraili Yahudiləri xatırladır. Necə ki, Musa Aleyhisselam onlara bir şeylə gəlirdi, onlar işlərinə gələndə bunu götürürlər. O şey ki, ticarətlərinə, əlaqələrinə, öz işlərinə, öz qurduqları həyat şəraitinə, öz yaşamlarına bir dəyişiklik etmir, onları sıxıntıya, çətinliyə salmır, rahat bir şəkildə qəbul edirdilər. Nə zaman ki, şəriət onların o qohumluq əlaqələri olsun, onların o vəzifələri olsun, məqamları olsun, öz ticarətləri olsun, öz ideologiyaları olsun, bunlara müxalif olursa, onu təvil edirdilər və ayəti dəyişdirməyə çalışırdılar. Bu bugün bizim toplum özünü Yahudi deməsə də, bizim toplum özünə Bəni İsrail deməsə də, bax bu xasiyyət bizim toplumla yanaşı bir çox cahil toplumlarında var. Dindirsən, desən müsəlmansanmı? Deyəcək, qurban Allah, əlbəttə müsəlmanıq. Yəni, Allaha inanmayan kafirdir. Desən, Allahın kitabına inanırsanmı? Deyəcək, əlbəttə ki, Allahın kitabına inanıram.
Muhammed sallallahu aleyhi ve sellem sənin peyğəmbərindirmi? Əlbəttə ki, mənim peyğəmbərimdir. Bəs deyəndə ki, bu Allah Azze və Cəllə səndən bunu istəyir. Bu peyğəmbər səndən bunu istəyir. Bu kitab sənə bu cür yaşamağa əmr edir dediyində adam bunu ölçməyə başlayır. O dediklərin əgər onun ticarətinə, işinə, qohumluq əlaqələrinə, ətraf ortamına bir müxalifçilik eləmirsə, əlbəttə qardaş, müsəlman belə yaşamalıdır, qurban olum Allaha. Biz də namaz qılırıq, biz də oruç tuturuq, ümrədə getmişəm, sədəqə də verirəm. Bizim evdə hamı namaz qılandır, anam da başı bağlıdır, bizim evdə içki içilməz. Sənə bu cür şeyləri gətirəcək ki, hansı ki bunları bizim toplumda tərk etmək, bu günahları və yaxud bu salih əməllər etmək çox rahatdır. Yəni heç kimin bir işinə, ticarətinə maneçilik yoxdur. Amma sən ona Allah Azze və Cəllənin onun şəraitinə, yaşayışına, işinə müxalif əmr və qadağalarını gətirdikdə artıq insan eyni Bəni İsrail kimi təbliğ etməyə başlayır. Yox, bilirsən qardaş nə tərdir, yəni indiki zamanda biraz düz gəlmir. Başa düşürəm, indi qurban olum Allaha, indi budur da, Allah da bilir ki, bizdə belədir. İnsan başlayır türlü bəhanələr getməyə. Halbuki Allah Azze və Cəllə bu əmrləri və qadağaları göndərəndə öz əzəli elmi ilə insanlar indi nə hala gələcəklərini bilirdi. Bir 1000 il, 100 il bundan sonra əgər yer kürəsi durası olsa, ondan sonra insanlar nə hala gələcəklərini bilir və Allah Azze və Cəllə bu kitabın əhkamlarını, əmr və qadağalarını ta qiyamət qədər endirmişdir. Və kim ki bu kitabın əhkamlarını qiyamətə qədər həyatına tətbiq edəcəksə, dünyada da axirətdə xoşbəxt olacaq. Yəni mümkün deyil ki, bir insan səmimi şəkildə kitaba sarılsın, onu həyatına tətbiq eləsin, amma ondan isə düz gəlməsin. Yox, mümkün deyil qardaş. Allah Azze və Cəllə bu kitabı həyatın tam ortasına qoyub. Bu kitab bizim həyatımızın hər alanına müdaxilə edir, hər alanına müxatabdır. Və hər yerdə bizi özünə müxatab alır. Hər yerdə bizə yol göstərir. Ya xeyrimizə əmr edir, ya da bizə zərər olduğu üçün o şeyi bizdən çəkindirir. Bax, bunu anlamayan toplum, buna iman etməyən toplum, məsələləri zahirinə görə ölçən toplum və sonunda nəticədə bu yerə gəlməsi də labüddür. Çünki insan Allah yanında üçün uman, Allahla görüşəcəyinə yəqin inanan, qiyamət günü Allah hesab verəcəyinə yəqin bir inanan bir insan dünya çıxarlarından dolayı 5 manat artıq qazanacaq deyən, filan kəslər mənə yaxşı baxacaq deyən, mənə hörmət edəcəklər deyən Allah Azze və Cəllə yanında olanları çox ucuz bir qiymətə satmaz. Nə zaman ki insanlar dünya həyatlarını önə çəkir, Allah Azze və Cəllənin yanında olan ona maraqlı gəlmir və yaxud onun üçün çox uzaq gəlirsə, bax insan dünya həyatını budur daha çox önəmsəyir, ona daha çox dəyər verir. Və müəllif bizə başa salmaq istəyir ki, bax bunlar bəlanın səbəbləridir qardaş. Allah Azze və Cəllə qullarına zalım deyil. Allah qullarına zülm edən deyil. Allah Azze və Cəllə daha dünən oxuduq ki, qullarını sevən, qullarının analarından və atalarından daha çox mərhəmətli olandır. Belə bir Allah Azze və Cəllə niyə qullarına əzab versin ki? Niyə onlara bəla göndərsin ki? Niyə onları şiddətli bir bəlalara, xəstəliklərə, müsibətə düçar etsin ki? Bax bu bütün insanlığın öz əli ilə qazandığına görədir. Ona görə həm bireysel olaraq, həm də toplumsal olaraq insan həm öz başına gələnləri, həm də ətrafının toplumun başına gələnləri oturub analiz etməlidir. Yəni müsəlman özü üçün yaşaya bilməz. Müsəlman həyatın ortasında olmalı, məsələləri analiz etməli, götür-qoy etməli və özünə bir pay çıxarmalıdır. Həm öz nəfsi üçün, həm ailəsi üçün, həm də toplum üçün bir fayda ortaya qoymalıdır. Yeri gələcək, topluma yaxşılıq əmr edəcək və onları bir münkerdən çəkindirəcək. İstər bu, yəni bu toplumda Allahı birləyən müvahhid qullar olsun, istərsə özünə müsəlman deyən, gecə-gündüz Allah'a şərik qoşan insanlar olsun. Biz bütünlüklə nəsihətimiz onlar illa da qəbul etsin deyə deyil. Bizim ən birinci nəsihətimiz, onları ən birinci çəkindirməmiz, ən birinci bizim özümüzə görədir. Məşhur şənbə günü qissəsini hamınız bilirsiniz. Allah Azze və Cəllə o şənbə əhlinə 6-cı gün balıq tutmağa qadağan etmişdi. Ona nə etdilər? Hilə qurmağa çalışdılar. Allah Azze və Cəlləyə öz aləmlərində kələk gəlməyə çalışdılar. Allatmağa çalışdılar. 5-ci gündən balıq tutacaq torlarını saldılar suya, bazar günü götürdülər və ya başqa bir rivayətdə suyun kənarında dərin çuxurlar qazırdılar ki, su balıqları sahilə vurduqda o balığa düşüb çuxurun içində qalsın və sonra onlar gəlsinlər bazar günü balıqları götürsünlər. Adı da nə oldu? Biz 6-cı gün balıq tutmadıq ki. Biz 5-ci gün tora atdıq və ya bazar günü götürdük. Və ya biz bazar günü balıqlarını götürdük. Yəni sanki Allah Azze və Cəllə alacaqdılar. Xülasətül kələm bu əməllərindən dolayı o toplumda onlardan başqa iki qism insanlar var idi. Bir, onlara nəsihət edənlər, Allahla qorxudanlar, bu əməldən çəkindirənlər. Bir də bu əməli etməyib, amma onlara nəsihət etməyən insanlar. Allah Subhanahu taala onların dilindən Quran-ı Kərimdə deyir ki, o nəsihət etməyənlər, nəsihət edənlər deyir ki, Allahın həlak edəcəyi bu toplumun nəyinə nəsihət edirsiniz?
Onların cavabı nə olur? Bir, mevizə, üzr istəyirəm, ma'zirətən indallah. Yəni birinci, Allah qatında üzrümüz olsun. Və ikinci, umulur ki, onlar doğru yola gələrlər. Demək ki, bir müsəlman bir münkərə müdaxilə etdikdə, bir pislikdən çəkindirdikdə, bir yaxşılığa əmr etdikdə, ən birinci qəsdi nə olur? İnsanın qiyamət kimi üzrü olsun. Çünki Allah Subhanahu taala bizdən soruşacaq. Biz şahid bir ümmətiyik. Biz insanlara nə üçün göndərildik? İnsanlara yaxşılığa əmr edib pislikdən çəkindirmək üçün. Bunu etməsək yer üzrə fitnə fəsada uğrayacaq və biz də qiyamət kimi bundan soruşulacağıq. Və ikincisi umulur ki, Allah Azze və Cəllə bunun səbəbi ilə onları haqqa döndərər. Bizim üçün də xeyir olar, onlar üçün də xeyir olar. Və Allah Azze və Cəllə o nəsihət edənləri qurtardı. O əzabdan digərləri isə əzabla bərabər onları birlikdə əzabla yaxladı. Bax bu bizə nəyi dərs verir qardaş? Əgər bizlər həm öz əməllərimiz barəsində, yəni Allahın dininə özümüzün etdiyimiz zülmlər, Allahın dininə qarşı etdiyimiz haqsızlıqlar, Rəbbimizə etdiyimiz asiliklər, həm öz etdiklərimiz, həm də toplumun etdikləri barəsində düşünməsək, tədbir etməsək, tədbir almasaq, bunları çəki düzən verməsək, həm özümüzə həlak etmiş olacağıq, həm də bu toplum həlak olmuş olacaq və biz də onların içində bərabər getmiş olacağıq. Bax ona görə müəllif bizim diqqətimizi çəkir ki, bütün bunlar boş yer deyil. Günü-gündən bəlalar artır, xəstəliklər artır, şikayətlər artır, aclıq artır. Yəni bu gün hər bir kəs bizdən qabaq bizim atalarımızın görmədiyi xəstəliklərin şahidi olublar. Vaxt var idi, xərçəng xəstəsi deyəndə, şəkər xəstəsi deyəndə belə insanlar ancaq belə yaşlı insanlar, qoca insanlar, hər kənddə bir nəfərdə belə ağla gələrdi ki, filan kəs xərçəng xəstəsi olub, filan kəs şəkər xəstəsi olub. İndi xərçəng xəstəliyinin, şəkər xəstəliyinin, yəni qocalara aid olduğu bir vaxt deyil. 20 yaşında da insan xərçəng ola bilir, 10 yaşında da xərçəng xəstəsi ola bilir, 15 yaşında uşaq da şəkər xəstəliyi tuta bilir. Bax get-gedə zülmlərin boyutu artmağa başlayır. İnsanlar zülmü artırdıqca Allah Azze və Cəllə də onların cəzasını artırır. Bir də bu hələ dünyadakı əzabdır. Yəni, bu insanlıq dönməyəcəksə, bu toplum bu haldan qayıtmayacaqsa, özünü islah eləməyəcəksə, bir də düşünün ki, bunun qiyamət günü Allah Azze və Cəllənin yanında əzabı var. Allah Subhanahu taala Şuayb əleyhissalamın qovmunə nəyə xəbərdar edirdi? Çəkidə aldatmayın, insanlara xəyanət etməyin, insanların mallarını özlərinə tam olaraq verin deyə. Bax bu bir müsibət idi ki, onlar bir bəla idi ki, düşmüşlər və ona görə də Allah Azze və Cəllə onlara cəza verdi, onlara əzab etdi. İndi bu bizim toplumda çox bəsit qalıb. Yəni tərəzidə aldatmaq. Normal, bəzən deyib gülürük, buna istehza edirik, tərəzidə müxtəlif variantlar edənləri ələ salırıq, prikol edirik. Bunlar adi bir hala gəlib. Bunlar bizim toplumda yayılan müsibətlərdən biridir arkadaşlar. Tərəzidə aldatmaq olsun, yalan danışmaq olsun, əmanətə xəyanət eləmək olsun, ticarətdə aldatmaq olsun və digər ola biləcək bütün toplumsal problemlər bugün hamısı bizə ağuşuna alıb. Biz ya birinci öz nəfsimizdən başlayıb bunları islah etməyə çalışacağıq, sonra topluma keçəcəyik, ya da özümüzü həlak edəcəyik, toplum da bizimlə bərabər həlak olub gedəcək və sonra da biz qiyamət günü öz nəfsimizdən başqa heç kim qınamayacağıq. Biz də aman-aman, yəni burada sayılan sifətlərin sahibi olmayaq. Müəllif nə deyir? Onlar deyir, Allah Azze və Cəllənin vahdaniyyətinin dəlilləri barədə heç düşünmürdülər, heç araşdırmırdılar. Onlar Allah Azze və Cəllənin əmr və qadağaları barədə düşünmürdülər. Baxmırdılar Allah Azze və Cəllə nə deyir? Bax, bugün eynən bizim toplumun halıdır. Yəni insan iş qurur, oğul evləndirir, təhsil alır, ticarətlə məşğul olur, bir ortalığı var, bir səfərə çıxır, bir dəfə həyatında insan dönüb baxmır ki, bir dənə görüm Allah Azze və Cəllə burada nə demək istəyir? Yəni və yaxud Allah Azze və Cəllə mənim bu işimə ümumiyyətlə icazə verirmi, vermirmi? Mən özümə müsəlman deyirəm də, şəriət mənə nə qədər burada icazə verir, mənə nə cür nəsihət edir, mənə nəyə diqqətimi çəkir? Yəni bir insan özünə müsəlman deyirsə, bu o deməkdir ki, mənim həyatıma Allah və elçisi qərar verir. Müsəlman olmaq nə deməkdir qardaş? Boyundakı ipi Allah və elçisi uzatmaq deməkdir. Yəni mənim adıma Allah və elçisi qərar verir. Bugün özünə müsəlman deyən insanlara sual verin. Qoyun qabağınıza, qohum əqraba, qonum qonşu fərqi yoxdur. Sual verin ki, müsəlmansan mı qardaşım? Yüzü əlbəttə, qurban Allaha. Denən ki, Allah Azze və Cəllə sənin həyatına nə qədər qarışır? Bax, gün ərzində, həftən ərzində, ay ərzində, keçdim il ərzində Allah Azze və Cəllə nə qədər müdaxilə edir? Daha doğrusu, sən Rəbbinin həyatına nə qədər müdaxilə etdirirsən? Hansı işlə Allah qərar verir? Hansı işində Peyğəmbər sallallahu aleyhi ve sellem sünnətinə baxdın? Adam düşünəcək və deyəcək, çox güman ki, heç bir işində. Maksimum etdiyi nə olub? Bayram namazına gedib və yaxud içki içməyən birisi deyib, Allah içkini haram edib, içmirəm. Və yaxud faizə girməyib. Maksimum, yəni çox toplumun rahat tərk edə biləcəyi şeylər, bunlar da alternativ var deyə tərk edilir.
Yəni bəlkə də bu günləri bizim toplumda mal əti, toyuq əti olmasaydı, bizim toplum donuz ətini də yeyərdi. Necə ki, donuz əti gələndə, yəni az qalır, yəni səni döyəcək bir hala gələn toplum faiz məsələsi gələndə özlərinə qəşəng üzr qazandırırlar. Çünki donuzun alternativi var. Adam dana əti yeyir, keçi əti yeyir, qoyun əti yeyir, toyuq əti yeyir. Donuzu tərk etmək rahatdır. Sən soruş nə deyəcək? Allah haram edib. Bəs ona haram edən Allah faizi də haram edib, yalan danışmağı da haram edib, səkidə aldatmağı da haram edib, xəyanət etməyi də haram edib, əmanətə xəyanət etməyi də haram edib, fitnə salmağı da haram edib, qohumluq əlaqələrini salmağı da haram edib, əlaqələrini kəsməyi də haram edib. Bütün bunları haram edib də sən niyə buradan nəfsinə rahat gələni tərk edirsən? Niyə tərk edirsən? Çünki sənin tərkin Allah ona haram etdiyi üçün deyil. Çünki ondan daha böyük fısklar və füzulları sən həyata keçirirsən. Allaha şərik qoşmaq olsun, Allah azza və cəllə ibadətləri tərk etmək olsun, Allahın əmrlərini yerinə yetirməyib qadağalarına çəkinməmək olsun. Demək ki, bəzi şeylər var ki, toplum onu rahat olduğu üçün tərk edir. Bax, o sual verdiyin insan çox böyük ehtimal ki, sənə doğru düzgün cavab verəməyəcək. Onda o insan deyir ki, qardaş, haran sənin müsəlmandır? Yəni özünə nə qədər müsəlman deyə bilirsən? Sən nə qədər təslim olmusan Allah azza və cəllə? Sonra da bəla gələndə, xəstəliklər gələndə, fitnələr gələndə, qırğınlar olanda hər kəs başına döyür ki, bu fitnə hardan gəldi, bu bəla hardan gəldi? Bunlar bizim Allahın dinindən üst döndərdiyimizə, Allah azza və cəllənin dininə laqeyd qaldığımıza görədir. Sonra müəllif buyurur ki: "Və ba'dəl husuli aləd-dinari la yubaluna am min halal kana am min haram." Və sonra deyir, mal mülk onlara gəldikdə, hasıl olduqda heç baxmazlar, yəni bu halaldan gəlir, yoxsa haramdan gəlir. Bax, eynən bizim toplumun halı kimi. Eynən bizim insanların halı kimi. Çox təəssüf ki, bəzi müsəlmanlar da bu xətaya düşə bilirlər. Önəmli odur ki, gəlsin. Nə biznes təklifi ilə gedirsən get, pul gətirən nə qədər təklif varsa, insanlar can atacaqlar, yetər ki, sonucunda qazanc olsun. Halaldırmı, haramdırmı, şübhə varmı, şəriət nə deyir? Heç kim qətiyyən buna baxmaz. Önəmli olan odur ki, gəlsin qardaş. Bax, bu topluma bəlanın gəlməsinin səbəblərindən biridir. Sonra müəllif buyurur ki: "Fə-in sahulət aleyhimus-salatu fa'aluha və in lam tashul tarakuha." Əgər namaz onlara rahat gələrsə, asan gələrsə qılarlar, yox çətin olarsa, asan olmazsa qılmazlar. Eynən bizim insanlıq kimi. İşim imkan vermir, biraz ağır işləyəm, çatdıra bilmirəm, müdür qoymur, bizim işdə şərait yoxdur, pal-paltarım təmiz olmur və s. və s. boş-boş bəhanələr. Yəni adam gözləyir ki, namaz qılmaq üçün, yəni adam kostyumda bir kabinetdə oturmalıdır, kondisionerli otaqda oturmalıdır, maşından düşüb liftə minib ofisə qalxmalıdır, illa bundan sonra namaz qıla bilər. Bu da şeytan oyunlarından biri. Halbuki əslində adam qılmaq istəmir. Bunlar bəhanədir. Sadəcə qılmaq istəmirəm deyə bilmir. İndi ya sən qabağında müsəlmansan, səndən utanır və yaxud da birdən deyərlər bu dini sevmir və ya bu kafirdir. Adam bəhanələr gətirməyə başlayır. Miskin adam başa düşmür ki, Allah azza və cəllə sənin qəlbini bilir. Tamam, məni aldatdın. Mənim qabağıma bəhanələr ürətdin, qoydun ortaya. Bu bəhanələr Allah qatına keçərli deyil ki, bunu Allah azza və cəlləyə harasını təqdim edəcəksən? Nəyə qoyacaqsan qiyamət günü Allah azza və cəllənin qabağına? Sonra müəllif buyurur ki: "Və fihim men yubarizu biz-zunubil azimə ma'a naw'i ma'rifatil manahi." Müəllif buyurur ki, onlardan bəziləri də böyük günahlarda önə çıxır. Yəni adam, günah etməkdə aşırı dərəcədə fərqlənir. Nə ilə bərabər? Halbuki onların qadağan olduğunu bilməsinə bərabər. Yəni adam haram olduğunu da bilir, qadağan olduğunu da bilir, amma bunu bilməsinə bərabər insan, yəni harda böyük günahlar, harda əzəmətli günahlar varsa, onda ön plandadır. Və rubbəmə qaviyət ma'rifətu alimin minhum və təfəqqəmət zunubuhu. Bəzən də deyir, onlardan deyir, bir alim, yəni günahın günah olduğunu, bunun batıl olduğunu ən çox bilən olur. Hamıdan yaxşı bilir ki, bunu eləmək olmaz, bu haramdır və ya bu problemdir. Amma o bu günahlarda daha da pik səviyyədədir. Yəni onun vəziyyəti bu barədə bu günahlarda daha da sərtləşir. Dünya sevgisi, gəlir mənbəyi, ətraf, qohum əqrəba nə deyər, filan kəs nə deyər. Hər nəsildə bir dənə, iki dənə dindar insanlar var. Kimisi mədrəsə oxumuş, kimisi nə bilim molla görmüş, kimisi ərəbcə bilir, kimisi hər nəsildən bir Quran oxuyanı var. Hamıdan dini bilgisi daha yaxşı olan insanlar var toplumların içində. Amma o toplumlar heç bir şeylə fərqlənmir. Hələ bəlkə də günahları ondan daha da çoxdur. Sonra müəllif buyurur ki: "Fa'alimtu ennel uqubati və in azamat duna icramihim." Və müəllif deyir, başa düşdüm, bildim ki, bu bəlalar, bu müsibətlər, cəzalar nə qədər böyük olsa da onların günahlarından daha aşağıdır. Allah azza və cəllə çünki heç kəsə gücü yetdiyin altına yükləməz və Allah azza və cəllə günahın qarşısını onun misli ilə verir.
Bu qədər cəza bizim, bu qədər bəla gözümüzə böyük görsənə bilər, amma insanların küfrləri, insanların şirkləri və insanların zülmlərini, asiliklərini tərəzinin bir gözünə qoysaq, müəllif deməkdir ki, bu cəzalar hələ daha yüngül qalar. Və izə vaqa'at uqubətun litumahhisa zənbən saha müstəğisuhum tura həzə bi əyyi zənbin. Əgər bir bəla baş versə, yəni Allah Azze və Celle bir bəla göndərir ki, o günahı təmizləsin. O adamı imtihan edir. Özəlliklə bəzən də günahının cinsindən bir cəzayla onu imtihan edir ki, ayılsın, o günahı təmizləsin. Və artıq o fəryad etməyə başlayır. Hansı günaha görə idi bu? Nəyə görə idi bu? Niyə mənim başıma gəldi? İnsan ticarətində gecə-gündüz harama girir, insanları aldadır, yalan danışır, adam yəni qeydilmə malı, orijinal malı adıyla satır və sonra dükanın o tutub yananda, mallar yananda, ay Allah, mənim malım niyə yandı? Niyə bu mənim başıma gəldi? Və yaxud mənim ticarətim niyə fəsada uğradı? Bu sadəcə bir misaldır. Bundan aşağı yuxarı hərəniz, yəni hamınız bunun şahid olmusunuz. Və sonra müəllif buyurur: "Və yensə mə qad kana mimma tetezəlzəlul ardu li ba'dihi." Və deyir, keçmişdə olan hansı ki, onun səbəbi ilə o yerin titrədiyi o günahları unudur insan. Sanki heç bu günahları edən bu deyilmiş. Və qad yuhanu şeyxu fi kibarihi hatta terhamehu'l qulub və la yedri enne zalika li ihmalihi haqqallahi Teala fi şebabihi. Bəzən də bir qoca insan, yəni bir şeyx yaşlı vaxtında zəlil duruma düşür. Alçalır. İnsanların gözündə dəyərsiz duruma düşür. O yerə çatır ki, qəlblər də ona artıq insanların yazığı gəlməyə başlayır. Yəni qəlblər ona bir mərhəmətlə baxır. Miskin insan kimi baxır. Və o deyir, bəzən bilmir, başa düşmür ki, bu onun gəncliyində Allah Azze və Cellə'nin haqlarını ehmal etdiyi üçün, Allah Azze və Cellə'nin haqlarını görməzdən gəldiyi üçündür. Yəni sən gəncliyində, ömrünün ən gözəl çağında Allah Azze və Cellə'nin haqlarını görməzdən gələrsənsə, bax insanlar da səni görməzdən gələr qocalıq yaşında, sənin qocalığın dəyərini verməz, sənə hörmət qoymaz və sən insanlar içində zillətli yaşayarsan. Fəmətə rəaytə muaqabən fə'ləm ənəhu li zunubin. Və müəllif deyir ki, nə zaman cəzalandırılan birini görsən, bil ki, bu günahlardan dolayıdır. Allah Azze və Cellə'dən istəyirəm ki, Allah Subhanahu taala bu başımıza gələn, həm bizim, həm toplumun başına gələn afətlərdən dərs çıxartmağı, ibrət almağı və bunlara səbəb olan bireysel və toplumsal günahlarımızı tərk etməyi Allah Azze və Celle bizə asanlaşdırsın. Allahdan istəyirəm ki, Allah Azze və Celle öz əzabı ilə bizi yaxlamadan bizə tövbə etməyi və qayıtmağı müvəffəq etsin. Allahumma amin, Allahumma amin, Allahumma amin. Subhaneke Allahumma bihamdik. Eşhedü en la ilahe illa ent. Estağfiruke ve etûbü ileyk.